Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərini torpaq ünsürlərini 11 maydan 18 maya doğru nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Oğlaqlar bu həftə həqiqi mənada dövlətlə əlaqədar işləriniz çox olacaq. Sənəd olar, imtahan ola bilər. Belə deyim, dövlət, xəstəxana, nə işlər varsa, bu həftə onların hamısını yüksək səviyyədə əldə etməyə bacaracaqsınız. Bir balaca qarışıqlığınız olmasına baxmayaraq yeni qapıları özünüzdə açacaqsınız. Həftənin əvvəllərində çox gözəl həftə olacaq. Yəni pozitiv şansınız var, özünüz gücləndirirsiniz. Həftənin sonlarına doğru beyninizdə qurduğunuz düşüncələr, beyninizdə qurduğunuz bəzi illüziyalar var ki, onlar sizi daha da geriyə doğru çəkəcək. Sizin aktivləşməyinizi zaman çərçivəsinə doğru yeni bir sferada olmağınızla əlaqədar olaraq belə deyim, boşluqda saxlayacaq. Hara gedəcəyinizi, özünüzü necə aktivləşdirəcəyinizi bir müddət bilməyirsiniz və o qədər emosional olacaqsınız. İstəyəcəksiniz diqqəti olaraq, axtarış olaraq, insanların baxışları olaraq, dəyər olaraq sizin ətrafınızda insanlar güclənsinlər. Amma bu biraz çətin məsələdir. Həftənin sonlarında enerjiləriniz düşəcək. Amma yenə də buna baxmayaraq, belə deyim də, evrənin sizə göndərdiyi işarətlər nəticəsində ailəniz və ətrafınızda olan insanların mənəvi təsirləri sizlə olacaq. Biraz dəngəsiz olacaqsınız. Yəni, belə deyim də, insanlar sizin nə etmək istədiyinizi, hansı istiqamətə doğru bitirmək istədiyinizi, davam etmək istədiyinizi, işləməyinizi, işləməməyinizi dəngəsiz şəkildə görəcək. Ümumi qeyri-taraz bir vəziyyətdə olmağınıza baxmayaraq, mənim kimi burun nəfəs yollarınızda problemlər ola bilər, allergik fonlarınız ola bilər, ayaq diz problemləriniz ola bilər və yaxud da sümük sınıqla əlaqədar narahatçılıqlarınız ola bilər, sağlamlıqla əlaqədar fikir verin. Ümumi dəyərləndirsək 72%-ə qədər həftəniz uğurludur. Buğalara gələndə buğalar bu həftənin uğurlarından birisi, çünki pul maddiyyatın tam istədiyiniz nöqtəsində olacaqsınız. Alım dəngə istəyirsinizsə, pul maddiyyatla əlaqədar güclənmək istəyirsə, bu həftə onları düzəldə bilərsiniz. Mən çox da buğa kişiləri bu həftə öz güclərini, mən varam, mən qadirəm, mən edirəm, mən öndəyəm, müdür olmağınız, idarəviz, güclənməyinizi qabağa çəkə biləcək qüvvədəsiz. Ruhsal enerjiniz sakitdir, maddisal dəngəviz sakit, özünüz sakitsiniz. Həftənin sonlarına doğru isə şəxsiyyətlə əlaqədar nəyi necə aparacağınızı, bəzi gizlətdiyiniz nüansların üzə çıxmağı, buğalar sizin bir balaca problemə sala bilər, amma siz çox gözəl kamuflyaj eləməyi, bu qələmon olmağı bacarırsınız. Qarşımdakı necədirsə, həmin enerjiyə keçməyi çox gözəl şəkildə bacarırsınız buğalar. Ümumi dəyərləndirsək güclü bir həftə olacaq. Ən çox da maddisal ayağınızda qalıqların aktivləşməsi başlayacaq. 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Zəhərlənmə ola bilər. Çünki mədə bağırsaq və qarın boşluğunda olan narahatçılıqlarımız bu həftə daha çox aktiv ola bilər. Onlara fikir verməlisiniz, buğa bürcləri. Qızlara gələndə isə qızlar bu həftə çox kritik bir zamandır. Qərar verəcəksiniz. Mən getməliyəmmi, qalmalıyəmmi, öz gücümü göstərimmi, insanların maskalarını cırımmı, öz qüdrətimi, öz manipulyasiyamı, idarəmi öz ələ alınmı deyə bir qərarsızlıqda kaşa vəziyyətində olacaqsınız. Və bu həftə harasa getmək istəyirsinizsə qız bürclər, bu həftə o getməyi gücləndirə bilərsiniz. Özünüzü yeni bir alanda daha çox gücləndirəcəksiniz. Mühitinizi dəyişərək, evinizi dəyişərək, şəhərinizi, rayonunuzu dəyişərək özünüzü daha güclü aktivləşdirə bilərsiniz. Gücünüz çoxdur, enerjiniz daha çoxdur. Fiziki qüvvələrlə də məşğul olaraq daha çox bədən gücünüzü aktivləşdirə bilərsiniz. Sadəcə bu həftə bilirsiniz nə narahat edir? Bədənimiz sizə verəcək siqnalları siz eşitməyəcəksiniz. Bədənimizdə olan narahatçılıqları bədən özü bildirəcək ki, mənim bu yerlərimdə narahatçılıqlar var, məni gör, məni anla. Amma siz bu həftə biraz bədənimizə qarşı biraz laqeyd olmağınız narahat edicidir. Qorxularınız sizin bəzi nüanslarda aktivləşə bilər həftənin sonlarına doğru. Onlara fikir verməyimiz lazımdır. Bacarırsa bu həftə hobbiləriniz üzərindən pul qazanır. Çünki görürsünüz nədir? İstədiyim yerdən istədiyim maddiyat mənə doğru gəlir. Və bunu əldə etməyi də bacaracaqsınız. Maddisal qüvvənizi tarazlaşdıracaqsınız. Ümumi dəngələşdirsək qız bürcləri həftəlik olaraq 79-81%-ə qədər həftənizi uğurlu edə bilərsiniz.